Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Gördüğünüz gibi yeni gaz balaları almışım. İnşallah bu videomuzda sizlere hem bundan bahsedeceğim hem de eğer vaxt kalsa ördeklerle bağlı yeni bir gelişme var. Onu göstereceğim sizlere. İlk önce videoya geçmeden önce sizden çok xahiş edirəm. Eğer abone değilsinizsə kanalıma abone olun, bildirimleri açın. Kent həyatıyla bağlı, heyvandarlıqla bağlı videolar paylaşıram. Bütün həyətdə saxladığımız qanadlı heyvanların ilk gündən ta kəsimə qədər həm baxılma qaydaları, hem vloglar tərzində videolar paylaşıram. Eğer kent həyatını sevirsinizsə kanalıma abone olun zəhmət olmasa. Dostlar, bunlar bizim ilk önce aldığımız gazlardır. Bunlar təxmini hardasa 10 gün var artık. 10 günlük olarlar. Bu da 15 adet yeni aldığımız gaz balalardır. Şimdi bunlar sizlerle beraber bura yerləşdirək, sonra qiymətlərinə bağlı danışacağım. Hem de inanın baxmamışam. Baxım görün, bunların içinde zəifləri var. Elime alanda təbii ki bilirəm. Deyəsən, ama bunlarda artık zəif yoxdur, şükür Allah'a ki. Bir de inşallah bu böyük gazlar onları vurmaz. Yok. Bu balaların maşallah olsun hamısı sağlamdır. 15 adet gaz balaları. Linda gaz balaları. Böyük gazlarda səsə-küyə gəldi yanımdan, onları istedim ötürüm. Artıq baxan gazın biri yem yemeye çalışır burada. 15 adet dediğim kimi Linda gaz balalarıdır. O böyük aldıqlarımızda harısı 10 günlük var. Onlar Kuban gaz balası deyirlər, ama əslində Çin gazıdır yani. Onlar da Çin gazı balalarımızdır. Aralarında bunların cins olarak ne büyük fark var? Hiç de büyük farkı yoktur. Sadece Çin gazı bildiğim kadarıyla bunlardan bir yarım kilo, 1 kilo daha çok çeki verir. Geri kalan çok da bir aralarında büyük bir kilo fərqi, yumurta fərqi yoxdur. Benzer yumurta sayılarına malikdirlər, benzer çekilere malikdirlər. Sadece biz renk olarak niye deyirsiniz ki Linda'nı daha çok almışsınız? Renk olarak daha çok severim. Hem ağ renkli ona göre, hem de bunu kesende temizlemeyi da asan olur da. Qara tüklü heyvanı temizlemeyi yəqin ki xanımlar biraz çətin olur. Ayda vururlar balaları. Vuracaqlar bunlar deyəsən. İnşallah ki vurmazlar. Çünkü ayrı salmağa qətiyyən inanın yerim yoxdur. Təbii ki gaz balaları almağımla bağlı sizə hekayəni də danışım. Daha tez gələcəkdi gaz balaları mənə, amma təəssüflər olsun ki allatdılar bizi. Yenə TikTok'dan birine yazdıq. Bizə söz verdi 3-cü gün gələcək. 3-cü gün zəng elədi, dedi ki yox qardaş göndərəmədən bugün sabah göndereceğim 4-cü gün. 4-cü gündə nə qədər zəng elədik, açmadı telefonumuzu. Daha sonra başka bir şəxsə sifariş verdik. Masalladan başka bir şəxsə sifariş verdik. O da yenə həmçinin söz verdi ki getirecek, ama telefonlarımızı açmadı. Dedi sabah göndereceğim. Sabah zəng elədi, telefonları açmadı. Bunları artık öz rayonumuzdan tapmışıq. Desəz neçəyə almışsan? Bunları 8 manata almışam. Yəni qısacası bu gazları alana qədər inanın ya hamı bizi alladı da, belə demək lazımdırsa. Çox allandı bu gazları alana qədər. Demək dediyim kimi 8 manata da bunları almışıq. Bu gaz balalarımızı almışıq. Bunları da keçsinlər o tərəfə, gedin yeməyin. 8 manatlı bu gaz balaları almışıq. Xeyirli olsun bizə. Bu gaz balaların saxlama qaydasından bağlı sizlərə bir dəfə video çəkmişdim, amma yeni izləyənlər varsa onlara tekrar deyim. Yəni bu qanadlar sinfindən ən asan hansı heyvanı saxlamaq desəz, gaz balasıdır saxlamaq. Bir dənə deyəsimə bala biraz zəifdir. En asan gaz balasıdır saxlamaq, çünkü burada heç bir çətin bir şey yoxdur. Xəstəliklərə çox dözümlüdülər, soyuğa çox dözümlüdülər digər heyvanlara nisbətən. Bunları sadəcə yemi suyu qabağında olsun. Bunların suyun qabağından əski eləmək lazım deyil. Susuz qaldıqda bunlar zəif qala bilirlər, xəstələnə bilirlər. Yəni yemi suyu qabağında olsun. Başka da bunlar üçün bir də altların çalışın quru edin. Bunların altları nem olduqda, yəni nem yerdə qaldıqda ayaqlarının altında ağ göbələk əmələ gələ bilir. O bunları həm öldürə də bilir. Yəni ölmə qədər gedə bilir. Amma öldürməkdən əlavə çox inanılmaz zəifsələr. O qazları çox bunlar döyəcəklər. Məcbur olacağım deyəsən bunları ayırmağa. O qazlar döyəcəklər bunları. Baxın, baxın necə döyür. Baxın. Eləmə. Ayda, bunları çox deyəcək. Eləmə. Döydülər. Bunları bir yere sala bilməyəcəm. Döydülər. Neyse, belə dostlar, yəni bunları saxlamaqda elə bir böyük çətin bir şey yoxdur. Bir yere salmaqda məqsədim də oydu ki, başqa yerim yox idi. Böyük salmağa yerim yox idi. Ona görə istəyirdim ki, bu qazlar ikisi bir yerdə qalsın, amma bunları çox döyəcəklər. İndi qoy görüm, baxım görüm videodan sonra nə edirəm bunları, necə eləyirəm. Ona baxacağım. Dediyim kimi bunlarda çətin bir şey yoxdur. Qabaqlarındakı başlanğıc broiler yemdir. Soruşan olur,
broiler yem necə olur? Broiler yem necə olacaq uşaqlar? Bir yazın ya internetten baxın necə olacaq. Ya da girin bir yem aldığınız yerə, başlanğıc broiler yerini soruşun. Baxmaq istəyirsiniz, baxın. Almaq istəyirsiniz, alın. Yəni bu yemdir də. Yəni o biri başlanğıc necə olursa, bu da təxmini eyni bir şey olur da. Sadəcə bunun içindəki vitamin, protein tərkibi digərindən daha çox olur. Broilerlər üçün olur. Yəni broilerlə selebris arasında nə fərq var? Yəni broiler yemi yediyində daha ətli olur. Mən də onu sevdiyim üçün, mən daha ətli və daha proteinli olduğu üçün broiler yemin tercih edirəm. O da təbii ki selebris yemindən 1.20 qəpik falan baha olur bildiyim qədərilə. Ayda bunları çox döyəcəklər. Neyse, indi mən bunları artıq ayıracağım. Qısacası bu, dediyim kimi, qaz balası almışdıq deyə istedim sizlərə hamısını göstərim. Sağlamdılar, sadəcə bir dənə o deyəsəm mənə biraz zəif kimi gəlir. O qaz biraz mənə zəif kimi gəlir. İndi bunların qabağına, dərman barədə onu da deyim ki sizlərə, qabağına oksitetraskilini su qoyacağım bunların. Ara bir lazım gəldikdə, hətta ara bir də deyim, balaca vaxtı bir dəfə, iki dəfə qoyuram, ondan sonra fisiyo. Yəni özü müşahidə edirəm, əgər qarnı ağrıyırsa verirəm. Amma siz istəsəz ara bir oksitetraskilini su verirsiniz bunlara. Pensilini su da verə bilərsiniz. O da eyni təsirə malikdir. Mən oksitetraskilini suyu tərcih edirəm. Oksitetraskilini su qoyacağım qabağına ki, hansınsa əgər qarnı ağrıyırsa, qarnının ağrısı kəssin. Yəni sonra da bu hal yaşanmasın. Yəni fərqinə varmadan əgər qarnı ağrıyırsa, qarnının ağrısı kəssin, cüzə zəifləməsin. Burada bizim Ross 8'lerimizin yeridir. Bu altlarının palazlarını hələ yumamışam Ross 8'ləri kəsdikdən sonra. Amma bir önəmi də yoxdur. Yəni bunların altları quru olsun, çox bir önəmi yoxdur. Hiçbir şey olmayacak inşallah. Sağ-salamat böyüyəcək. Təbii ki, bunlar da kəsimə qədər, en azından satdığa qədər bütün ayların, böyük dönəmlərini sizlərlə paylaşacağım. Hansı yemi yedizdirdim, neçə kilo gəldilər, neçə aylığında, nə boyda oldular. Hamısını təbii ki, sizlər üçün paylaşacağım ki, bundan qabaq da aldığımız qazlar var. Onları da mütəmadiyen sizlərlə ara sıra göstərirəm ki, bu qazımız bu boyda oldu, bu boyda oldu. Yəni hamısını sizə göstərirəm. Belə dostlar, keçək sizə lal ördəyimizdə göstərim. Qırt yatırmışıq, onun haqqında da bəhs edeyim sizə. Dostlar, sizə bir şey deməyə də yadımdan çıxdı. Əgər siz qaz balası alacaqsınızsa və yaxud ki özünüzün qaz balası var, bilmək istəyirsiniz o zəif deyilsə, qaz ördək balasına biraz qarnının ağrımağını hiss etmək çətin olur. Özəlliklə alanda insanlar sizə aldada bilirlər. Qaz balalarını alanda, ördək balasını alanda ilk öncə tutumun ayağına baxın. Yəni ayağı belə normal ətlidirsə, yəni heç bir problem yoxsa, demək ki o bala sağlamdır. Yox, ayağı ətsizdirsə, dərisi qırışıbsa, demək o bala ya qarnı ağrır, xəstədir, ya da o balanı susuz və yemsiz saxlayıblar. Yəni susuz saxlayanda da heyvanın bədənindən su çəkilir, ayağı elə quruya bilir, yəni dərisi qırışa bilir. Ya ac saxlayıblar o heyvanı, ya da ki o heyvan xəstədir. Yəni ümumiyyətlə qaz ördək balası alanda əgər özünüzün seçmə imkanınız varsa, mütləq ayaqlarına baxın. Yəni qazın ördəyin ayağı belə ətlidirsə, problem yoxdur. O bala sağlamdır, alın. Yox, ayağı qırışdısa, ətsizdirsə, dərisi qırışıbsa, demək o bala xəstədir, o balanı almayın. Bunu da sizlərə demək istedim ki, ömürlük olaraq, yəni bilməyənlər olarsa, ilk dəfə qaz ördək balası alacaqsınızsa, sağlamlıqlarını oradan yoxlaya bilərsiniz. Dostlar, ağ ördəyimizdə axır ki, qırx düşdü. Altındaki yumurtaları göstərim sizlərə. Baxın 17 dənə altına yumurta qoydum. Təbii ki, dünənləri 2 dənə yumurta olub bunların altında. İndi ya bu yumurtayı, bu yumurtanın da görünüşünə baxın siz, Allah gör necə qəribə yumurtayıb. Bu hansı yumurtayıb bunu? Neyse, qoyun bura. Artıq bu yan yerə qoyacağım. Burada 17 dənə yumurta var. Təbii ki, bundan bərabər 17 dənə. Bir dənə də bu boyda yumurta var. İşıqla baxdım ki, sarısı var. Qoydum altındakı görüm necə olacaq. Əslində dostlar, belə demək lazımsa, bu yumurtaları istəyən var idi. İstədim satan bir 10 dənəsini satan istəyən var idi ona. Əslində lal ördək yumurtası satmıram, amma çox israr eləmişdi o şəxs, yəni kəndçimizdir, qonşumuzdur deyə. Ona görə satmaq istəyirdim, amma yığdım, dedi ki gəlib götürəcəm. Yığdım, qoydum, gəlib həmin günü götürmədilər. Səhərdə axşam gördüm ki, bu ördək artıq qırt yatıb. Ona görə gətirdim, zəng elədim ki, day gəlib aparma, o gəlmədim, day qoyuram ördəyi qırt yatıb altına. Yığdım bu ördəyin altına. Bilirsiniz ki, lal ördəyin altına 16-17 yumurta qoymaq olar. Çünki lal ördəyin yumurtasını satmaq olmur. Yəni bu sadəcə özünün altınlıq yumurtayır. Yəni özünün altına yetəcək qədər yumurta yumurtayıb qırt yatır. Artıq olmur ki, ondan götürüb satasan. Mənə də satmaq heç sərf eləmir. Çünki lal ördəyin yumurtası 1 manat 50 qəpikdir. Maksimum 2 manata verirlər bildiyim qədərilə.
Balasının birini 4 manata satıram. Ondan sonra elə ördəyin altına qoyub yatırıb balasını satmaq həm mənə daha çox sərf eləyir, həm də ki bu yazıq zaten bu illəri bir dəfə yumurtadı, xəstələndi, yatmadı. İkinci dəfə də yumurtlamağa başladı, nə bilim ortada kəsildi. İndi yatıb da heç bu illəri ümumiyyətlə yatmayıb da bu. Ona görə istəyirəm ki qırt yatırım, balasını da çıxardım. Bir də bundan başqa da bir dənə ördəyimiz yumurtlayır. O ilk balalar çıxmışlar, ördək balaları. Onun anası təzədən yumurtlayır. O da hardasa 6-7 dənə yumurta yumurtlayır. Bu ördəyimiz az yumurta yumurtadı. 11 mi falan, 12 mi yumurta yumurtadı. Yəni belə 17 dənə yumurta yığdıq altına. O yumurtanı da yığanda ki, gəlsinlər aparsınlar yığanda əlimdən biri düşdü, obursuna dəydi. Biri də çartlayıb yumurtanı. Amma elə də qoymuşam altına. İndi sınar, yoxsa içindən bala çıxar bilmirəm. Onu da sizlərlə bərabər yoxlayacaq, amma çartlayıb yumurta. Yəni onu sizlərə dəqiq deyim. Demək bunu may ayının biri, yəni dünənləri bastırmışıq. Bugün may ayının ikisidir. Yəni dünən axşamdan yatıb da, elə bil 30 axşamdan yatıb artıq. Belə demək lazımdırsa, 30 axşam gəldi, elə yerinə yatdı. Əslində 29 axşam da gəlib yatmışdı, amma səhər durdu getdi. Mən düşündüm ki, hələ bir 3-4 yumurtada yumurtayar da belə, amma tez yatdı. Mayın birindən bunu bastırmış olduq, qıt yatırmış olduq. İnşallah qismət olarsa iyunun 6-sı mı, 7-si mi, nə bilim 5-i mi, maksimum 8-inə çıxarası heyvandır. Xeyirli olsun bizlərə. Altında 17 ədəd dediyim kimi yumurta qoyduq. İndi 2 ədəd artıq olduqca yumurtaları keçirdəcəm bura. Əgər digər ördək gəlib yenə də 2-3 gün gözləyəcəm. Yəni 2-3 gün burada olan yumurtaları atacağım bura. Əgər digər ördək gəlib yenə burada yumurtlamağa davam eləsə, o zaman bunun yanını belə bağlayacağım ki, bura keçə bilməsin. O zaman məcbur olub təzədən orada yumurtlayacaq. İndi bilirsiniz ki, digər ördəklərimizi də ayırmışıq. Ona görə bir dənə də təkər gətirib ya bura, ya da bura bir yerə qoyacağım ki, əgər digərləri də yumurtaya düşmək istəsə, hamısı bir yerdə yumurtlamasın da, yəni əlavə də bir yer olsun ki, bəlkə istəyib keçib orada yumurtlayarlar. O da ola bilər. Bu qədər dostlar. Başqa bunlar haqqında nə danışım bilə bilmədim. Yəni qısacası 17 ədəd altına yumurta qoyduq. Həm bu yumurtalara da bir yumurtanın bir nəyə belə qalıb. Bir dəqiqə dostlar, qoyun sayım. 3, 6, 9, 12, 13, 14, 15, 16, 17. 17 dənədir. Hə, bunu rəngləmək yadımdan çıxıb. Birini rəngləmək yadımdan çıxıb. Gətirib indi onu da rəngləyərəm. Qələmimiz buradadır. Rəngləməyi də o görə eləyim ki, yanında yumurtlayan, ördək yumurtlayanda bilim ki, təzə yumurtlayıb, yaxşı köhnə yumurtadır. Belə dostlar, bu qədər. Sağ olun, salamat qalın. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Hər ikisi qazlarımız da, qırt yatırımız ördək də bizə xeyirli, bərəkətli olsun. Maşallah deməyi unutmayın. Gördüyünüz bütün heyvanların da inşallah ən yaxşıları sizə qismət olsun.